İlqarı çölə çıxartmağına ona peşmanam. Hər il o 20 yanvar günü o əziyyəti çəkirəm. 36 il əvvəl 20 yanvar faciəsi zamanı tanklardan birinin altında qalan məşhur Zaporoj avtomobili ilə sürücü ilə bərabər əraziyə 14, 15, 16 yaşlarında olan 3 dost da gelmişdi və həmin dostlardan biri faciə zamanı dünyasını dəyişir. Və bugünkü həmsöhbətimiz dostlardan digəri Zakir Qurbanovdur. Həmin günü çox getdik, gəldik. 20 yanvara su aparırdı. Qonşular bizi qovlayırdılar oradan ki, gedin uşaqsız falan bəsməkan. Gəldik saat 10 idi. Evə girdik, çörək zad yedik, çıxdıq bayıra. İlqarı da buraxmırdılar. Mən götürdüm, çağırdım. Başladıq o yığdığımız taxtalardan yandırmağa çöldə. Nazım əmi gəldi maşından keçəndə qayıtdı ki, odundan yığım aparacam 20 yanvara. Dedi, yığırıq bir şərtlə ki, biz də gedək. Dedi, yığın, mən çörək zad yiyim, çıxıram. Yığdıq, topaladıq, sevinirik ki, gedirik biz də. Çıxdı bayram, dedi ki, gedək. Sonra qayıtdı ki, yox, mən aparamaram sizi, icazə alım, sonra gedək. Mən icazə aldım bir təhər, amma İlqar ala bilmədi. Deməli, İlqara valideynləri icazə vermədi oraya getməyə. Heç soruşmadı. Elə bir əcəl gəlirdi də. Oturduğum maşına, maşının üstünə odunu yığanda pərviz keçirdi. Mən də gedim, dedi, gör otur. Oturanda bunlar ikisi oturdular. İlqar rəhmətli Nazımın arxasında, pərviz mənim arxamda. Qələbənin quruğuna çatmamış, elə bizim bu ikinci svetofor dönən kimi qələbənin quruğuna tərəf hər yerdə qırmızı fişəng asıldı. Bu da Manqolistanda əskərliyin çəkmişdi. Qayıtdı ki, yox, bu şeydir, transfer güllələrdir, o fişəng deyil. Neyse, yavaş-yavaş getdik ora, qələbənin quruğuna. Qələbənin quruğunu orayla düşürdük, elə. Dörd yola çatanda bir tank kamazı sıxa-sıxa gətirdi, düz onu sıxdı, qayçılandı kamaz. Biz qaldıq, beləcə o maşının içində oturmuşuq da, heç kim düşmür, edəmir. Tank oldu 2 dənə. Bunlar ikisi də gedilər, biz də düşdük bunların dalıyca yavaş-yavaş. Mebelinin yanına çatanda tankın biri yandı, yolu fırlandı, üstümüzə gəlirdi. Gördüm ki, tank gəlir maşının üstünə. Elə gedə-gedə açdım qapını ki, bu bizi qıracaq da, üstümüzə gəlir. Özümü tullayanda mən yıxıldım orada. Uşaqlar da elə bir ki, az qaldılar mənim üstümdən geçsinlər. Onlar da tez çıxdılar. Mən çönəndə yerdən, çönəndə baxanda tank maşının üstündən keçir. Reyt kapotuna çıxdı. Keçdi, getdi. Biz durduq, qaçdıq, biraz söhbət elədik, danışdıq.